3 etil üçlü butil ketonun formulunu və beynəlxalq nomenklaturaya adını müəyyən eləyin deyir. Deməli etil olacaq CH3, CH2, keton belə yazacağım. Bir də üçlü butil C, CH3, CH3, CH3. Bu hissə üçlü butilli, bu hissə də etilli. Birin 50 budur. Formulunu yazdım. İkinci də adını soruşur bizdən. Burada uzun zəncir seçəcəm. Uzun zəncir belə olacaq. Buradan başlayacaq. Və şaxələnmə 1, 2, 3. Burada da hər iki tərəfdən də 3-ə düşür. Amma mən şaxə olan tərəfdən gələcəm. 5 olacaq. 2, 2 dimetil pentanon hardadır? Karbonil 3'də. 2, 2 dimetil pentanon 3. Bu da 2'nin həli.